Salam, hər vaxtınız xeyir olsun. Testimizin izahına baxırıq. Birinci, dövlətlər şairi ələ salmaq, ondan intiqam almağı qərara alırlar. Cümləsi ilə bağlı yanlış fikir müəyyən edin. Baş sözlərin quruluşca növü eynidir. Gəlin təhlil edək. Qərara alırlar. Kim? Dövlətlər. Gördüyünüz kimi doğrudur. Qərara almaq frazeoloji birləşmədir və onu da biz mürəkkəb feil kimi dəyərləndirdiyimizə görə eyni zamanda o quruluşca sadə cümlə üzvü hesab olunur. Keçirik digərinə. Mürəkkəb cümlə üzvü işlənmişdir. Bəli, mürəkkəb cümlə üzvümüz burada nəyi qərara alırlar? Şairi ələ salmağı və ondan intiqam almağı. Həmcins tamamlıqlar var burada. Doğru cavabdır. Tamamlıq frazeoloji birləşmə ilə ifadə olunmuşdur. Söhbət ələ salmaq və ya da intiqam almaqdan gedirsə, biz burada təkcə, məsələn, orada şairi sözü olmasaydı və ya da ondan sözü olmasaydı, bəli, bu variantı düzgün hesab edə bilərdik. Ancaq həmin o frazeoloji birləşmə özündən əvvəl bir sözü özünə tabe etdiyinə görə, yəni birləşib tərkib əmələ gətirdiyinə görə, buradakı artıq məstər tərkibi hesab olunur. Yəni, sırf frazeoloji birləşmə kimi dəyərləndirə bilmərik. Ona görə də cavabımız elə C variantıdır. D variantında baş sözlərdən biri frazeoloji birləşmə ilə ifadə olunmuşdur. Baxırıq burada qərara almaqdan söhbət gedir. O isə cümləmizin xəbəridir, doğrudur. Hərəkətin tərzini bildirən cümlə üzvü işlənməmişdir. Yəni, zərflik cümlədə yoxdur. Tərz hərəkət zərfliyi işləməyib. Ümumiyyətlə, zərflik yoxdur cümlədə. Cavabımız doğrudur. Növbəti ikinci sualımız. Xan şairin saraya göndərilməsini əmr edir. Cümləsində tamamlıqla bağlı deyilənlərdən biri yanlışdır. Deməli, əmr edir. Nəyi? Şairin saraya göndərilməsini. Tamamlığımızda söz birləşməsi ilə ifadə olunmuşdur. Məstər tərkibi ilə ifadə olunmuşdur deyir. Bəli, mammə məstər şəkilçisidir eyni zamanda. Bir mammədir, bir də maqməkdir. Ancaq ki, əgər biz demişdik ki, özündən əvvəl birinci tərəfdə yəlik hal şəkilçili söz gəlirsə, bu məstər birləşəndə həmin sözlə bərabər ismi birləşməni əmələ gətirmiş olur. Yəni, feili birləşmə hesab edilmir. Ona görə də biz onu məstər tərkibi ilə ifadə olunmuşdur götürə bilmərik. Yəni, burada məstər tərkibi yox, burada ismi birləşmə var. Yəni, feili birləşmə yoxdur. Cavabımız elə A-dır. Digərlərini də təhlil edək. Əsas tərəfi məstərlə ifadə olunan ismi birləşmədir. Bəli, əsas tərəfi məstərlə ifadə olunan və eyni zamanda ismi birləşmədir. Doğrudur. Digər cümlə üzvləri ilə quruluşuna görə fərqlənir. Təbii ki, çünki mübtəda də, xəbər də nədədir? Quruluşca sadədir. Əmr edir, mürəkkəb tərkibi feildir. Ona görə də quruluşca sadə hesab olunur. Doğru cavabdır bu da. Aslı tərəfi ilə əsas tərəfin ifadə vasitələri fərqlənən söz birləşməsidir. Bəli, aslı tərəfi isimdir, əsas tərəfi feildir. Tərkibində ismin 3 müxtəlif halında olan sözlər işlənmişdir. Yəlik hal, yönlük hal və təsirli hal. Bu da doğru cavabdır. Növbəti sualımıza gəlin keçid edək. Öncəliklə bunları test silək və davam edək. Yazılışı ilə deyilişi fərqli olan bu söz həm də amonimdir. Deməli, amonim ola bilməsi üçün 4 dənə şərtimizə ehtiyacımız var idi. Yazılış və deyiliş eyni olmalıdır. Daha sonra vurğusu eyni olmalıdır. Başlanğıc forması eyni olmalıdır. Yəni, burada yazılış və deyilişi əslində fərqli götürməliyik. Yəni, 4 dənə bu ikisi bir yerdədir. 1, 2, 3, 4. Cəhət eyni olmalıdır. Nə fərqli olmalıdır? Mənaları, yəni leksik mənaları fərqli olmalıdır. Müxtəsər. Müxtəsər sözünü 2 cür götürə bilirik. Əslində 3 cür. Sifət, zərf və modal söz kimi dəyərləndirə bilirik. Sifət və zərf kimi məna eyniliyinə malik olduğuna görə biz dedik ki, məna fərqli olmalıdır. Məna eyniliyi olur. Eyni gözəl sözündə, soyuq sözündə, iti sözündə olduğu kimi. Buna görə də biz onları ortaq söz adlandırırıq, sifət və zərf kimi. Bir də var müxtəsər, vurğusu iki hecəyə düşəndə. Bu da modal söz olur. Ancaq
vurğusu eyni olmalıdır. Fərqli olduğuna görə modal söz kimi də biz onu amonim hesab edə bilmirik. Deməli, yazılışı, deyilişi fərqlidir. Necə burada fərqlidir? Baxın, müxtəsər, yəni tələffüz fərqi olsun sadəcə deyir. Sualımızı düzgün başa düşək. Deməli, olmaya, bir də olmaya. Amonim necədir? Məsələn, iki tərəfi də eyni tələffüzə malik olsun. Yəni, bu cür eyni olsun. Yoxsa yazılışla deyiliş sadəcə fərqlənməməlidir, belə bir şey yoxdur. Bəzi sözlər var ki, məsələn, yazılış, deyiliş fərqlidir. Ancaq tərəflərində eyniyyət təşkil edir. Məsələn, əqrəb sözünü götürək sadə olsun. Baxaq, əqrəb sözündə tələffüzü əqrəbdir. Çünki niyə sonu bu ilə bitir? Yəni, biz bunu həşərat kimi də götürəndə əqrəb olaraq səslənəcək. Biz bunu saatın əqrəbi kimi nəzərdə tutsaq, yenə əqrəb olaraq səslənəcək. Yəni, bir sözlə yazılışı, tələffüzü fərqlənir, ancaq hər iki halda eyni cür səslənir. Yəni, hər iki halda da o b, p-ya çevrilir. O fərqlilik müşahidə olunur bir sözlə. Burada da deyir ki, sözün yazılışı və deyilişi bax bu cür fərqlənsin və eyni zamanda amonim olsun. Ancaq bu demək deyil ki, məsələn, bütün amonimlərdə yazılış, deyiliş fərqlənir. Məsələn, o qədər sözümüz var ki, din, don, dan, dar, daş. Bunların heç birində yazılış və deyiliş fərqli tələffüz olunmur. Yəni, elə də olar, belə də olar, fərq etməz. Olmaya sözünü biz olmaya şəklində götürə bilirik. Həm modal söz kimi, həm də biz onu feil kimi təbii ki götürürük arzu şəklində. Ancaq bu niyə amonim sayılmır? Ona görə sayılmır ki, vurğusu eynidir, problem deyil. Feil kimi götürəndə biz burada qrammatik şəkilçilər götürürük. Bu zaman başlanğıc forma modal sözdəki başlanğıc forma ilə eyni olmur. Çünki modal sözlər qulluqca sadə hesab olunmalıdır. Buna görə də başlanğıc forması fərqli olduğuna görə biz bu sözü də amonim hesab edə bilmərik. Sonra keçirik aşıq sözünə. Aşıq sözünü baxın, yazılışı ilə tələffüzü fərqlənir bir-birindən və eyni zamanda bu söz amonimdir. Biri var, aşıq, yəni ozan, dədə, yanşaq, müxtəlif sinonimlər deyə bilərik. Bir də ki, aşıq o vaxtı belə bir əsərimiz var ya, Hacı Qarada deyir, uşaq aşıq yığan sayağı səndə pullarını yığırsan. Aşıq isə sümük deməkdir eyni zamanda. Yəni bu indi də var. Deməli, bu sözümüz amonimdir. Vurğusu da eynidir və eyni cür tələffüz olunur, eyni cür yazılır, heç bir problem yoxdur. İşlə sözünü biri var işləmək, yəni leksik şəkilçi ilə, bir də var işlə, nə ilə, qoşmalı söz. Yəni, təbii ki, bu eyni ola bilməz. Başlanğıc forması və s. Ona görə də amonim deyil. Tələffüzü düzdür, fərqli ola bilər. Görüş sözünün biz həm feil kimi, həm isim kimi dəyərləndirə bilirik. Başlanğıc formalar eynidir. Sadəcə yazılışı və deyilişi də fərqlənmədiyinə görə biz bunu cavab olaraq götürə bilməzdik. Cavabımız C variantı. Davam edək. Dördüncü sualımıza baxaq. Frazeoloji birləşmələrdən biri həm amonimdir, həm də antonimini tapmaq olar. Üz vermək amonimdir, bəli, amma antonimini tapmaq olmur. Təşvişə düşmək, bu frazeoloji birləşməmiz amonim deyil. Burnun ucunu görməmək, bu frazeoloji birləşməmiz də amonim deyil. Cana gəlmək, biri var bezmək mənasında işlənir. Bir də var dirilmək mənasında işlənir. Yəni, torpaq cana gəldi, dirildi. Deməli, bu iki mənada da götürülə bildiyinə görə amonimdir və onun antonimi də ola bilər. Təbii ki, cana gəlmək, məsələn, can vermək, dirilməyin əksi olaraq götürülə bilər. Deməli, onun antonimi də var, mümkündür onu seçib tapmaq. Davam edirik. Növbəti 5-ci sualımız. Sözlərdən biri həm isim, həm də feil kimi düşünülə bilməz. Yara sözünü yar, yara isim kimi götürə bilirik. Bəli, yara, yəni sevgiliyə. Feil kimi isə yaramaq feili kimi götürürük. Yəni, bunu isim və feil kimi düşünə bilirik. Keçmiş sözünü keçmiş
Bir feildən isim düzəldən şəkilçiliyi isim kimi götürürük. Bir də var keçmişdi, yəni məsələn işıq keçmişdi. Bu şəkildə dəyərləndiririk nəqli keçmiş zaman şəkilçisi kimi. Gələcək sözünü eyni qaydada isim kimi də götürürük. Gələcək sözünü feili sifət kimi də götürmək olar. Gələcək sözünü gələcək zaman şəkilçiliyi, acaqəcək şəkilçili feil kimi də götürmək olar. Alaq sözünü biri var biz alaq və yaxud da kaş alaq. Bu şəkildə götürə bilirik. Bir də var ot alaq mənasında. Bu da isimdir. Daraq sözü isə dara, daraq. Yəni bu şəkildə ancaq isim kimi götürə bilirik. Feildən düzələn isimdir. Yəni biz daraq, kaş daraq yoxdur. Ona görə cavabımız elə E variantıdır. Növbəti 6-cı sualımıza baxaq. Xumar-xumar baxmaq göz qaydası cümləsində işlənməmişdir. Baxaq, zərf işlənmişdirmi? Xumar-xumar baxmaq. Baxmağa aid olduğuna görə bu zərfdir. Baxmaq məsdərdir var. Göz qaydası ismi birləşmə var. Xumar-xumar baxmaq feili birləşmədir var. Ancaq zərflik yoxdur. Burada xumar-xumar sözü sizi aldatmasın. Bu sözümüz məsdər tərkibinin bir parçasıdır və o mübtəda vəzifəsində çıxış edib. Cavabımız E variantı. 7. Başımda şal otağa girdim cümləsini sintaktik təhlil edin. Girdim, hara otağa, necə, başımda şal. Yəni hərəkətin tərzini bildirir bu. Bu cümləmizin mübtədası şal ola bilməz. Çünki xəbərlə mübtəda uzlaşmalıdır. Xəbər birinci şəxsin təkində olub da mübtəda üçüncü şəxsin təkində ola bilməzdir. Deməli, bu cümləmizin mübtədası gizlindir, mən mübtədasıdır. Deməli, burada işlənib zərflik və xəbər. Cavabımız B variantı. Çox rahat, sadə üsul. Keçdik 8-ə. Verilənlərin aid olduğu əməl yazı növünü müəyyən edin. Mənası latıncadan qeyd aparmaq, əlavə deməkdir. Müəllifin özü tərəfindən yazılır. Kitab, jurnal və məqalələrin qısa xülasəsidir. Bu anotasiyadır. Anotasiya hər hansı kitabın, jurnalın əvvəlində qısa xülasə kimi verilir. O qrif olan hissələrdə, yəni o nəşr göstərilir, nəşriyyat yeri göstərilir və həmin hissədə xülasə verilir. Bu da daha çox oxucunun marağını cəlb etmək üçün olur. Cavabımız D variantıdır. Keçdik digər bir əməl yazı nümunəsinə. Bu deyir, əməl yazı nümunələrindən birinin əl yazısı ilə yazılması hökmən vacibdir. Məktub rəsmi də olar, qeyri-rəsmi də olar. Qeyri-rəsmi olan şəkildə olan halda biz onu əlinə də yazıb göndərə bilərik. Yəni bunun qarşısında heç bir əngəl yoxdur. Amma eyni zamanda məhkəmədən məktub gələ bilər. Hər hansı çap üsulundan istifadə edib biz qeyri-rəsmi olsa belə o şəkildə də çap üsulu ilə məktubumuzu yazıb göndərə bilərik. Yəni bu şərt deyil ki, bu məktub yalnız əl yazması ilə olmalıdır. Arayış əl yazması ilə olmur. Daha sonra rəy əl yazması ilə olmaya da bilər. Akt əl yazması ilə olmur. Yəni bu çap üsuluna istifadə məqsədə uyğundur, hökmən vacib deyil. Amma izahat hökmən vacibdir ki, yəni kimsə işə gecikibsə, gəlməyibsə və yaxud da uşaqdır, icazəsiz qalıbsa, o nə etməlidir? İzahat yazmalıdır və öz əl yazısından istifadə edərək yazmalıdır. Bu əməl yazı nümunələrindən biri qısa yığca məzmuna malik olmalı, rəqəmləri hərflə yazılmalı, şəxsin adı, soyadı və ünvanı dəqiq göstərməlidir. Bu isə Telegramdır. Biz Telegramda göstərməliyik, yəni biz bu teleqramı nə üçün göndərik? Çünki bilirsiniz ki, Telegram xüsusi əlifbadan istifadə edərək səs siqnallarının ötürülməsi nəticəsində göndərilir və bu da çox çətin bir proses olduğuna görə uzun-uzadı yazmağa ehtiyac olmur və onun yerinə daha dəqiq, lakonik sözlərlə fikrimizi ifadə etmək bizdən soruşulur, tapşırılır. Belə, bugünkü izahımız bu qədərdir. Ümid edirəm faydalı oldu. Növbəti izahlarda görüşənə də sağollaşıram. Hələlik.